Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Salam əziz izləyicilər. Bugün sizə həm şad, həm də şok xəbərlərlə gəlmişik. Azərbaycanda bəzi şəxslərə hər ay 120 manat ödəniş ediləcək, kimlər faydalana bilər? Yüksək pensiya almağın yolları açıqlanır. Diqqətli olun, bu məlumatlar sizə sərf edəcək. Son dəqiqə Ülviyə İlyasovanın həbs xəbəri gündəmi silkələdi. Eyni zamanda ölkəmizin istənilən ssenariyə hazır olması ilə bağlı mühüm mesaj verildi. Ən aktual xəbərlər üçün bizi izləmədə qalın. Oxu 24 oxuculara hüquqi maarifləndirmə mövzusunda yazılarını təqdim edir. Bu dəfə təqdim edəcəyimiz mövzu əlil şəxslərə baxan vətəndaşlara ödənilən məbləğlə bağlıdır. Əlilliyi müəyyən edilmiş hansı şəxslərə qulluq edənlərə aylıq ödəniş verilir? Qanunvericiliyə əsasən orqanizm funksiyalarının 81-100% bozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edənlərə 120 manat məbləğində prezident təqaüdü təyin edilir. Azərbaycanda əlilliyi olan şəxsə baxana verilən ödəniş, qulluq haqqı dövlət tərəfindən müəyyən olunur və məbləğ əlilliyin dərəcəsindən və vəziyyətdən asılıdır. Bəzi hallarda uşaq və ya xüsusi ağır vəziyyət məbləğ fərqli ola bilər. Bu məbləği almaq üçün hara müraciət etmək lazımdır? Dövlət Sosial Müdafiə Fondu, ƏMə və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyə müraciət edilməlidir. İşəgötürən hər ay sizin rəsmi əmək haqqınızdan məcburi dövlət sosial sığorta əməyə haqqı ödəyir. Bu vəsaitin bir hissəsi sizin fərdi hesabınızda pensiya kapitalı hissəsində toplanır. Düstur sadədir, nə qədər yüksək rəsmi maaş və nə qədər uzun müddətli rəsmi iş stajı, o qədər çox pensiya kapitalı. Oxu 24com xəbər verir ki, dövlət hər ilin əvvəlində fərdi hesabda toplanan kapitalı inflyasiya dərəcəsinə uyğun artırır, indeksasiya edir, beləliklə vəsaitiniz dəyərdən düşmür. Yüksək pensiya üçün 3 qızıl qayda. Gələcəkdə yaxşı pensiya almaq istəyən şəxsin diqqət etməli olduğu məqamlar. Əgər maaşın bir hissəsi rəsmi, digər hissəsi əlbəttə verilirsə, fərdi hesaba az vəsait oturur. Bu da gələcək pensiyanı minimum həddə salır. E-Sosial Az portalı vasitəsilə mütəmadi olaraq işəgötürənin sizin üçün sosial sığorta haqlarını ödəyib ödəmədiyini yoxlayın. Mülki hüquqi xarakterli müqavilə ilə işləyən şəxslər özləri öz sosial haqlarını vöyn vasitəsilə ödəməkdə maraqlı olmalıdırlar. Çünki bu ödənişlər birbaşa kapitala çevrilir. Pensiya yaşına çatanda nə baş verir? Pensiya yaşına çatdıqda hal-hazırda kişilər üçün 65, qadınlar üçün 65-ə doğru mərhələli artım. Toplanan ümumi kapital 144-ə orta ömür müddəti kimi qəbul edilən 12 ilin aylarının sayı bölünür. Məsələn, əgər fərdi hesabınızda 43,200 AZN kapital varsa, aylıq pensiyanız 300 AZN olacaq. Əgər bu məbləğ minimum pensiya həddindən aşağıdırsa, dövlət onu minimuma çatdırır. Qayna arvadının ölümünə səbəb olan plastik cərrah həkim, Aziya Estetik Mərkəzinin direktoru Ülviyə İlyasova yenidən hakim qarşısına çıxarılıb. Nocoment az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə baş tutan prosesdə barəsində həbs olmayan qərimkan tədbiri seçilən həkim barədə qərar dəyişdirilərək həbs qətimkan tədbiri seçilib. Ülviyə İlyasova məhkəmə zalında həbs olunub. Məhkəmənin növbəti iclası aprelin 9-na təyin edilib. Qeyd edək ki, ötən il aprelin 16-da 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra ölməsi faktı üzrə cinayət işi başlanıb. Müəyyən olunub ki, Aziya Estetik Mərkəz, MMC-nin direktoru Ülviyə İlyasova aprelin 15-də qayna arvadı Səbirə Vəliyevanın üzərinə liposaksiya əməliyyatı icra edib. Daha sonra yaşadığı evə apararaq həkim nəzarətindən kənar saxlayıb. Növbəti gün Səbirə Vəliyeva kəskin qanaxmadan həyatını itirib. Ülviyə İlyasovaya Cinayət Məcəlləsinin 143 təhlükədə qoyma və 314 ikinci ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq maddələri ilə ittiham elan edilib. Barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Ülviyə İlyasova barədə Yasamal rayon məhkəməsinin qərarından hər üç tərəf zərər çəkən, cavabdeh və ittiham tərəfi şikayət versələr də Bakı Apellyasiya Məhkəməsi bunu qismən təmin edib və birinci instansiyanın qərarını qüvvədə saxlamışdı.
Xatırladaq ki, 1-ci instansiya məhkəməsinin hökmünə əsasən İlyasova 3 il səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Həmçinin cəzasını məntəqə tipli cəza çəkmə məntəqəsində çəkməsi barədə qərar qəbul edilmişdi. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət edən zərərçəkənin vəkilinin şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilərək yenidən baxılması ucun həmin instansiyaya göndərilib. Zərər çəkən tərəf Ülviyə İlyasovanın cəzasının daha da ağırlaşdırılması tələbini ortaya qoymuşdu. Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri öncəsi gərginlik pik həddə çatıb. Baş nazir, hakim blokun namizədi Nikol Paşinyan ilə müxalifətin, xüsusilə Rusiya önümlü qüvvələrin əsas fiquru Robert Köçəryan arasında sözlü qarşıdurma daha da artıb. Tərəflər bir-birinə qarşı sərt ifadələr işlədirlər. Paşinyan isə açıq şəkildə bəyan edib ki, Robert Köçəryan və Rusiya önümlü qüvvələr hakimiyyətə gələrsə, Azərbaycanla sentyabr ayında müharibə başlaya bilər. Bakı Postas xəbər verir ki, mövzu ilə bağlı Pravda az açıqlama verən siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Qərb və Rusiya hazırki mərhələdə Avropa İttifaqı ilə Rusiya maraqlarının toqquşduğu və müdaxilə imkanlarının mövcud olduğu hər bir regiondan maksimum şəkildə istifadə etməyə çalışdığını bildirib. O qeyd edib ki, 2018-ci ildə Qərbin dəstəyi ilə hakimiyyətə gələn Nikol Paşinyanın zamanında itirilmiş imkanlarını Rusiya yenidən dəyərləndirmək niyyətindədir. Bunun üçün ən əlverişli şərait kimi Ermənistanda gözlənilən parlament seçkiləri ön plana çıxır. Paşinyanın Moskvaya səfəri zamanı Vladimir Putin açıq şəkildə Rusiya yönümlü siyasətçilərə dəstəyini ifadə edib. Paşinyan öz növbəsində mövqeyini ortaya qoysa da, daha çox münasibətləri gərginləşdirməməyə fokuslanıb. Aydındır ki, Rusiya Cənubi Qafqazda təsir rıçaqlarını zəiflətmək niyyətində deyil. Bu səbəbdən də ənənəvi təzyiq vasitələrindən biri olan qaz amilindən istifadə etməklə Ermənistana aydın mesaj verib. Azərbaycanın yaratdığı yeni reallıqlar onu göstərir ki, Rusiya artıq Qarabağ kartı vasitəsilə regionu əvvəlki kimi idarə edə bilmir. Qarabağ məsələsi təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqaz və daha geniş regional kontekst üçün yeni reallıqlar formalaşdırıb. Nikol Paşinyan və komandası tərəfindən verilən bəyanatlar göstərir ki, onlar Azərbaycanla münasibətləri gərginləşdirməmək xəttini seçiblər. Bu kontekstdə Alen Simonyan hər iki ölkəni bir-birinin təhlükəsizliyinin təminatçısı kimi görür. A. Həsənovun sözlərinə görə proseslər daxili siyasətə də təsirsiz ötüşmür. Prezident İlham Əliyevin Gürcüstana səfəri, daxili siyasətdə baş verən dəyişikliklər və atılan addımlar Azərbaycanın regional proseslərdə aktiv mövqe tutduğunu göstərir. Təbii ki, Robert Köçəryan və revanşist qüvvələrin hakimiyyətə gəlməsi arzu olunan deyil. Azərbaycanın isə Ermənistanla imzaladığı sənədlər konkret hakimiyyətə deyil, Ermənistan dövlətinə aiddir. Bununla belə, revanşist ritorikanın yenidən gücləndirilməsi müsbət nəticələr vəd etmir. Mövcud vəziyyətdə Paşinyan komandasının seçkilərdə qalib gəlməsi daha real görünür. Rusiya müəyyən təsir göstərməyə çalışsa da görünür ki, Ermənistan cəmiyyəti seçimində Paşinyana üstünlük verəcək. Reallıqlar göstərir ki, Azərbaycan istənilən ssenariyə hazır olmalıdır. Bu yanaşma Prezident İlham Əliyev tərəfindən dəfələrlə vurğulanıb. Məhz bu səbəbdən Azərbaycanın hərbi büdcəsində artım oldu. Ermənistan da öz növbəsində hərbi potensialını yenidən nəzərdən keçirir. Bu prosesləri yalnız Ermənistan-Azərbaycan münasibətləri çərçivəsində deyil, daha geniş regional kontekstdə qiymətləndirmək lazımdır. Çünki geosiyasi dinamika sürətlə dəyişir və kifayət qədər həssasdır. Müharibə ssenarisinin özü ilə yanaşı, onun ehtimalı belə Ermənistan üçün ciddi risklər yaradır. 44 günlük vətən müharibəsi və sonraki antiterror əməliyyatları zamanı tərəflər arasında mövcud fərq açıq şəkildə görünmüşdü. Azərbaycan yalnız Ermənistanla münasibətlər baxımından deyil, ümumilikdə regional və qlobal proseslər kontekstində də istənilən ssenariyə hazırdır. Bununla belə, ölkənin siyasəti və ritorikası müharibə deyil, sülh üzərində qurulub. Mövcud Ermənistan hakimiyyətinin bəyanatları da bu istiqamətdədir. Bununla yanaşı, güclü olmaq və müdafiə qabiliyyətini qorumaq strateji prioritet olaraq qalır. Paşinyanın bu yanaşması həm regional aktorlarla balans yaratmaq, həm də daxili ictimai rəyi nəzərə almaq məqsədi daşıyır. Ümumiyyətlə, heç bir cəmiyyət müharibə istəmir.
Azərbaycanın yaratdığı reallıqlar Ermənistan cəmiyyətində, xüsusilə müharibə ehtimalına qarşı ciddi həssaslıq formalaşdırıb. Bu baxımdan Paşinyan həm daxili, həm də xarici auditoriyaya sülh və quruculuq gündəmini önə çıxarmağa çalışır.